Türkiyədə yəqin ki, türk qalmayıbdır, belə baxıram. Bizi hara aparırlar? Bax bu türk dünyasına hara aparır Türkiyə? 1790-cı illər Dərbəndi unutdurdunuz. 1830-cu illər İrəvan xanlığını unutdurdunuz. Cənubi Azərbaycanı unutdunuz. Təbrizdir, Tehrandır. 1920-ci illər Bakı şəhərini unutdurdunuz. Elə də İrəvanı, Gəncəni, Naxçıvan, hər şeyi itirdik, Azərbaycanı itirdik. İndi təkrar eləyirsiniz. İndi həmin o dövrə aparırsınız. Azərbaycanı, bütün Turanı, Türkiyəni. Bu kimdir? Kimlərdir bu? Hökumətdə, hakimiyyətdə məmləkət kimlər? Bu nədir bu? İsrail, İsraillə dəva. Ay balam, İsrail imperatorlarımız Babəkdən tutmuş xilas etdilər Yahudiləri Xristian soyqırımından. Bunu Babəkdir, bunu Teymurdur, bunu İsmail Şahdır, Süleyman Sultandır, Nadir Şahdır, Uzun Həsəndir, Atatürk'dür. Siz bunların ruhuna tüpürürsünüz. Bunlar İsrail Yahudiləri elə belə etibar eləməyiblər ki, yəni etibarlı xalqlar, dostlar. Bizlə olurlar. Min yerdə bizi satmırlar. İndi bizi haçan satsalar, onda düşman olun, mən demirəm. Amma indi yanımızdadır da. Siz niyə qoymuşsunuz o Haması məhv eləsin? Hamas hansı ki, türklərin uşaqlarını ermənilərlə bir yerdə canavarın, heyvanın ağzına atıblar. Əsədin atası ilə Yasir Arafat, İsmail Xani Köçəryanla öpüşür. Mahmud Abbas deyir, türklər terrorçudur. Erməni ilə biz dostuq, qardaş. Uşaqları, uşaqları dəvənin eşeğin altına atan millətlə dost olursan, uşaqları zorlurlar. Yahudi uşaqlarını öldürürlər, kəsirlər. Yahudi neyinir? Xilas edir bütün dünyanı terrordan. Yahudinin uşaqlarını öldürür, arvadını öldürür. Yahudiləri məhv eləmək istəyir, Yahudi özünü qoruyur. Siz nə düşünürsünüz? Bütün dünya gözləyir ki, İsrail ilə Türkiyə dava başlasın. Siz sevindirirsiniz düşmanları Türklər. Bu birliği niye dağıtmak istiyorsunuz? Bu birlik garantı. Bak bu birlik. Turan, İsrail, Ukrayna birlik, garant. Dünyanın garantı bunlar olacak inşallah. Ama siz bugün düşmanları sevindirirsiniz. Bütün dünya istəyir ki, İsraillə Türkiyə dava eləsin və məhv olsun iki dövlətlər. Bax bunu fikirləşin. Düşmanı sevindirmə.